Moda günü-gündən inkişaf edir, trendlər və üslublar daim dəyişir. Trendlər dəyişsə də bəzi məşhur geyim tərzləri demək olar ki, hər il dəbdədir. Ənənəyə uyğun olaraq hər il olduğu kimi bu il də yaz aylarının özünə məxsus dəbi, fərqli geyim modelləri əsas müzakirə mövzusudur. Stilist Vəfa Paşazadə açıqlamasında bildirir ki, bu il daha çox 90-cı illərin stili dəbdə olacaq, rəng olaraq isə qəhvəyi ton rənglərə üstünlük veriləcək. Qəhvəyi rəng daha çox payız-qış aylarında istifadə olunur, amma bu yay artıq bu dəyişəcək və qəhvəyi rəngi çox tez-tez xanımlarımızın üzərində görə biləcəksiniz. Stillərə qaldıqda isə 90-cı illərin ilhamlandığı dəbə gedirik. Yəni bu oversize'dan artıq insanlarımız biraz bezib və daha çox qadımsal formalara üstünlük verirlər. Jaketlər olsun, pencəklər olsun, silueti göstərən bir formalardır. Bundan əlavə saç ağlı modelləri dəbdə olacaq, pencəklər, ətəklər və s. Stilist son olaraq onu da bildirir ki, ağ və qara isə hər zaman olduğu kimi klassik rənglər olaraq bu ilin modasında öz yerini qoruyacaq.